Aktual gündəm efirdədir, vaxtınız xeyir. Bugünü əslində maraqlı bir xəbər vardı və bu xəbərlə istəyirəm bu məlumatla başlayaq. Nikaragua Birləşmiş Millətlər Təşkilatının Təhsil, Elm və Mədəniyyət Təşkilatından, yəni UNESCO-dan çıxmaq haqqında qərar verib və bununla bağlı məktub yollayıbdır və məktubda konkret səbəblər göstərilir. O səbəblərdən biri və ən vacibi mənim diqqətimi çəkdi. UNESCO-nun obyektivlikdən məhrum olmaqda və milli Nikaragua mədəniyyətinin dəyərlərinə və şəxsiyyətinə hücum olan hərəkətləri təşviq etməkdə ittiham edilir. Əslində, beynəlxalq təşkilatların fəaliyyəti, onların ümumiyyətlə mövqeyi, xüsusən də Azərbaycana qarşı. Bu, bizim 30 neçə il davam edən işğal, Azərbaycan qaçqınları, Azərbaycanın tarixinə, mədəniyyətinə, insanına, bütün mümkün resurslarına, təbii resurslarına, bütövlükdə hər bir şeyinə, nəyimiz ki vardı, edilən qəsdlərə onların biganə münasibəti, biraz laqeyd, biraz soyuqqanlı, biraz da o edən, bu əməli törədən erməniləri təşviq edən fəaliyyətləri var idi. Biz bunu görürdük. Amma inanırdıq ki, nə vaxt ədalət bərpa olunacaq. Amma Azərbaycan prezidenti demişkən, bu ədaləti biz özümüz, öz gücümüzlə bərpa elədik. Bugün artıq Qərbi Azərbaycanda, yəni Qərbi Azərbaycan adlandırmalı olduğumuz, amma əslində bütöv Azərbaycanın tarixi ərazisində bizim böyük bir mədəni irsimiz konkret olaraq 107 il ərzində məqsədli şəkildə talanılır, dağıdılır və hər dəfə yeni bir kampaniya ilə, yeni bir dalğa ilə bu məsələnin üzərinə gedilir. Ən maraqlı məqamlardan biri budur ki, Ermənistanda hakimiyyət dəyişməyindən asılı olmayaraq, istər demokratik dövr olsun, istər Sovet hakimiyyəti dövrü olsun, istər indi, istər demokrat kimi özünü adlandıran Paşinyan, istərsə ondan qabaqki Qarabağ cinayətində birbaşa əl olan klanların hakimiyyəti dövründə də abidələrə qarşı, bizim mənəvi izimizə qarşı qəsd eyni dərəcədə, eyni şiddətlə davam edirdi. İndi isə yeni bir dalğa başlanıb. Bu dalğanın da kökündə nə durur? Azərbaycanın öz tarixinə, abidələrinə sahib çıxmaq məsələsi gündəmə gələndən sonra, Qərbi Azərbaycan icmasının formalaşdırılmasından sonra son izləri itirmək üçün də əllərindən gələni eləyirlər. Və əlimizdə çox ciddi faktlar var bunlarla bağlı. İstər İrəvan şəhərinin özündə, istərsə də bölgələrdə hələ də qalmış, tam saxtalaşdıra bilmədikləri nə varsa onlara qarşı ciddi hücuma keçiblər. Bunları da vaxtaşırı olaraq Baku TV-nin Qərbi Azərbaycan departamenti kimi təqdim edirik və bunu həm şahidlərin gözü ilə, həm elmi araşdırmaların nəticəsi ilə, həm də xəbərlər kimi biz çalışırıq gündəmdə saxlayaq. 3 dildə təqdim edədiyimiz bu materiallarla bərabər icmanın da fəaliyyətini yüksək dəyərləndirmək lazımdır. Beynəlxalq təşkilatlarla iş müstəvisində. Amma nə icmanın, nə Azərbaycan alimlərinin, nə Azərbaycan ziyalılarının dəfələrlə müraciətinə baxmayaraq beynəlxalq təşkilatlar sanki bu problemi yoxmuş kimi susurlar və hətta biraz da vaxt tapıb güya Qarabağda olan erməni irsindən, bilmirəm nədən gedir söhbət, irsinin dağılmasından söhbət açmaq istəyirlər. Mən istəyirəm bu məsələlərə toxunaq. Hardasa mən bilmirəm, bəlkə də biraz radikal səslənəcək, amma Azərbaycan da bir təpki göstərməlidir beynəlxalq təşkilatlara. O cümlədən özünü UNESCO adlandıran, amma əslində isə faktik olaraq bizim tərəfimizdə, haqqın tərəfində olmayan bir təşkilata qarşı. Jalə Əliyeva Milli Məclisin deputatı, Faiq İsmailov Tarix və Etnologiya İnstitutunun əməkdaşı, eyni zamanda işğal olunmuş ərazilərdəki Tarix və Mədəniyyət Abidələrinin Müdafiə Təşkilatı İctimai Birliyinin sədri, İradə Rizazadə Vətəndaşların Sosial Rifahı naminə İctimai Birliyinin sədri və İrəvan sakini, Qafar Çaxmaqlı ermənişünas professor və Qərbi Azərbaycan mənşəli bizim hörmətli alimimiz. Xoş gördük sizin hamınızı. Mən icazənizlə birinci Jalə xanımdan başlayacağım. Bunun da səbəbləri var. İllər öncə Jalə xanım İrəvana getmişdi və Qədim Azərbaycan məhəlləsi, yeganə sağ qalan məhəlləmiz təpə başında olmuşdu. Bizim hamımızdan sonra o olmuşdu. Hətta mənim oxuduğum məktəbin şəkillərini də mənə gətirmişdi. Biz bunları şəkillərdə görürük, biz bunları internetdə görürük. Amma Jalə xanım özü o məhəllənin düşdüyü vəziyyəti gördü. Yeganə sağ qalan, çünki digər məhəllələri, digər sarayları, xan evlərindən tutmuş, adi mülkədarların evinə qədər hər şeyi dağıdıblar.
Oranı isə elə bir vəziyyətə salıblar ki, bəlkə də insanlığa yaraşmayan bir cinayət, hissə bölünmüş. İndi Cayla xanım bütün bunları danışacaq sözsüz. Amma bir məsələ mənə xüsusilə narahat edir ki, biz bu verilişi hazırlayanda istədik ki, burada Memarlıq və İnşaat Universitetində Qərbi Azərbaycan abidələri ilə bağlı laboratoriya yaradılıb. Oradan nümayəndə dəvət edək və elədik də, amma nümayəndənin çox qəribə bir cavabı oldu ki, mən siyasətə qarışmıram. Qərbi Azərbaycan siyasətinə qarışmırıq. Yəni, bu laboratoriyanın işi Qərbi Azərbaycandırsa, bu qarışmırsa, onda orada neynir? Mən bilmirəm. Çünki mən bildiyimə qədər Memarlıq və İnşaat Universitetinin istər rəhbərliyi, istər pedaqoji kollektivi bu məsələyə çox həssas yanaşır. Düşünürəm ki, onlar hər zaman diqqətli olublar. Bu adam niyə belə deyib, mən anlamıram. Və əlbəttə ki, Azərbaycan Milli Elmlər Akademiyasının Memarlıq və İncəsənət İnstitutuna da müraciət elədik. Gözlədiyimiz cavabı aldıq. Çünki illərdir biz bunu deyirik ki, Memarlıq və İncəsənət İnstitutunun elmi kadr baxımından çox ciddi problemləri var. Eyni zamanda zamanla səsləşən elmi çıxışları hiss olunmur. Nə Qarabağda olan abidələrimizlə bağlı, nə Qərbi Azərbaycanla bağlı olan abidələrlə bağlı. Yalnız üzdə, yəni hesabat naminə deyilənlərə baxmayaraq bir dənə fundamental iş aparılmır. Nəticə itibarilə bax, bu verilişə göndərə biləcək bir mütəxəssisləri olmadı. Halbuki Azərbaycanın memarlıq nəzəriyyəsinin orada şöbəsi var və şöbədə də işləyənlər olmalıdır. Bu, hər halda malı-məlidir. Bu, arayış idi. Jale xanım, özünüz də gördünüz və bəlkə də mənim dediklərim sərtdir, amma UNESCO-ya bir sərt təpki lazımdır, yoxsa yox. Buyurun. Təşəkkür edirəm. Mənim çox əhəmiyyətli, aktual olan bir mövzu ətrafında bugün bizi dəvət etmişsiniz və verilişin başlayarkən verdiyiniz, belə deyək ki, məlumat, anons mənim bir zamanlar Yerevana səfərim, bəli, bu, deməli, Parlament Assambleyası, deməli, çərçivəsində Azərbaycan nümayəndə heyətinin, yəni Ermənistanın da üzvü olduğu Qaradəniz İqtisadi Əməkdaşlıq Təşkilatı Parlament Assambleyası çərçivəsində səfərimizlə bağlı idi və onu da deyim ki, bu çox, belə deyim ki, əlbəttə kifayət qədər narahatlıq verən bir səfər idi. Özünüz də hər bir tamaşaçımız da qəbul edər ki, münaqişənin davam etdiyi və belə deyim ki, torpaqlarımızın işğal altında olduğu və haqqımızı tələb etdiyimiz zamanlarda və səsimizi çox təəssüflər olsun ki, bax elə necə haqqında danışdığımız istər UNESCO olsun, istər digər təşkilatlar bir-bir sadalayacaq onların hamısını qəbul etdirə bilmədiyimiz, eşitdirə bilmədiyimiz bir zamanlarda, bəli, biz Yerevana səfər etdik. Azərbaycan həqiqətlərini elə öz parlamentlərindən, öz üzvlərinə demək şansını, demək imkanını qazandıq və Yerevanda da təbii ki, qədim, köhnə Azərbaycan məhəllələrini görmək və onların düşdüyü vəziyyətə şahidlik etmək əlbəttə böyük bir ürək ağrısı idi. İstər məscidlərimiz olsun, istər məktəblərimiz olsun, çox doğru qeyd etdiniz və o zaman mən onların hamısının şəklini çəkib gətirmişdim. Su gətirmişdim o torpaqlardan, torpaq gətirmişdim və Qərbi Azərbaycanlılar, mən deyərdim ki, nə bilim, Məkkədən, Kəbədən gətirilmiş bir parça kimi baxırdılar o zamanlar. Hətta paylayamağa artıq gücüm də yetmirdi. Hər kəsə çatdıra da bilmirdim gətirdiyim o nemətləri. Bəli, çox kədərli, çox kövrək anlar yaşayırdıq təbii ki, biz həmin dəqiqələrdə. Amma nə xoşbəxt bizə, nə xoş bizə ki, biz artıq qalib bir ölkəyik və artıq Qarabağımızı işğaldan azad etdiyimiz kimi həm də Qərbi Azərbaycan konsepsiyası ilə biz o torpaqlara hədəfimizi nəzərdə tutmuşuq və əlbəttə ki, bu hədəf mədəni hədəfdir, mənəvi hədəfdir. Biz heç bir zaman deyək ki, işğal, təcavüz yolu ilə, silah yolu ilə danışmaq istəməmişik heç bir zaman, heç bir ölkə ilə. Amma bunu bizə məcbur ediblər, dəfələrlə məcbur ediblər və əgər ehtiyac olarsa, cənab Prezidentin də söylediyi kimi, dəmir yumruq yerindədir, biz yenə də sözümüzü deyə bilərik. Və bugün nələr baş verir? Biraz əvvəl qeyd ediniz, Nikaragua UNESCO-dan çıxmaq haqqında qərar verdi və çox doğru bir qərar verdi.
illərdən bəri, uzun illərdən bəri yarandığı 1945-ci ildən üzü bu yana təqribən bir əsrə yaxın bir zaman ərzində əslində ona üzv olan ölkələrin, dövlətlərin mədəni irsini, ədəbiyyatını, tarixini qorumaq kimi bir, belə deyim ki, məsuliyyətə, cavabdehliyə imza atmağına baxmayaraq, elə ən azından Azərbaycanla bağlı, Türk dünyası ilə bağlı, inkişaf etməkdə olan ölkələrlə bağlı, müqəddəratını həll etmək arzusunda olan, amma elə yenə də dünyaya 200 ildən bəri dırnaqarası demokratiya dərsi ixrac etməyə çalışan və özünü təsdiq etməyə çalışan ölkələrin əngəlləməsi səbəbindən bir şəkildə inkişaf edə bilməyən ölkələrə ikili münasibət bəsləmələri, diskriminasiya həyata keçirmələri əlbəttə ki, UNESCO-nu bugünkü vəziyyətinə gətirib çıxarır. Bəli, ölkələr artıq UNESCO-nun üzvü olmaq istəmirlər. Azərbaycan 30 ildən artıq işğal altında yaşadı. Azərbaycan bu 30 ilin ərzində sadəcə torpaqlarını itirmədi, sadəcə 1 milyondan çox insanı qaçqın köçkün vəziyyətinə düşmədi. Sadəcə bu insanlar həyatlarını itirmədilər. Eyni zamanda bizim mənəviyyatımız, bizim tariximiz, bizim abidələrimiz, məzarlıqlarımız bu torpaqlarda idi və çox təəssüflər olsun ki, yerlə yeksan edildi. Hər birimiz xatırlayırıq yəqin ki, Ağdam şəhəri alındığı zaman, işğaldan azad edildiyi zaman cənab prezidentin çıxışını bayraq sacmağa bir sağlam bina yox idi və nəhayətdə Ali Başkomandan olaraq əmrini verir, bir uzun, böyük, hündür bir ağac tapın və onun üzərinə dikin bayrağımızı. Yəni budur, bizim reallığımız bizim deyil, təəssüflər olsun ki, dünyanın üz qarası olan reallıq bundan ibarətdir. Və nədənsə elə həmin ölkələr də, nədənsə nə vaxtsa bir əsrdən bəlkə çox əvvəl heç bir zaman mövcud olmayan hansısa soyqırımını bayraq edib dünyaya car çəkə bilirlər. Hətta və hətta bu da bir faktdır artıq ki, Xocalı ilə bağlı rəsmləri, Xocalıda özlərinin həyata keçirdikləri qətilləri bir zamanlar güya Türkiyənin Ermənistana qarşı həyata keçirdiyi şəkildə dünyaya belə deyim ki, nümayiş etdirə bilirlər. Yadınızdadır, Alman televiziyasının hazırladığı süjet. Bizim görüntülərimizi 88-ci ildə Qərbi Azərbaycandan köçənlərin görüntülərini yəni çox ciddi haya ilə belə o üzünə bağlayıb bunu göstərdilər. Jale xanım, burada bir mühüm məqam var və mən bunu istəyirəm deyək, hər kəs bunu bir daha bilsin və eşitsin, təkcə Azərbaycanda yox, hər kəs. Dünyada çox müharibələr olubdur. Müharibələr nəticəsində insanların ölümü faktı var və bu aydındır. Amma hələ heç bir müharibədə bu qədər abidəyə, qəbir yerinə, binaya, dağa, daşa, torpağa qəsd olunmayıbdır. Ekoloji qəsd olunmayıbdır. Yəni, analogu yoxdur bunun. Bax, bu müharibənin varmı analogu? Nə Almanlar SSR-yə hücum elədiyi dövrdə, Polşaya hücum elədiyi dövrdə, nə qəbirsanlıq dağıtdılar, Fransaya girdilər 40 gün ərzində, haranı dağıtdılar, qəbirsanlıq mı dağıtdılar, ya kilsə mi dağıtdılar, bütün tarix abidələri yerindədir. Yəni, bu ən üz qarası olan cinayət əməllərindən daha betəridir. Və UNESCO da hələ orada tədbir keçirir, hələ onların lavaşını, yəni heç bilmirəm bunlar aidiyyatı var yoxsa yoxdur. İndi hər halda çörəkdə hər bir cür çörək pişirə bilər. Amma onu UNESCO-ya daxil eləməmişdən qabaq və yaxud da elə o bağlanmış Amerika təşkilatının rəhbəri gedib orada lavaş pişirməyə kömək eləyəndə düşünməli idi ki, nə iş görür və nəyin tərəfindədir. Amma təəssüf düşünmürlər. Çox təəssüflər olsun. Həqiqəti görmək əvəzinə ədalətsizliyi körüklədilər illərdən bəri və bugün də davam edir. İradə xanım, siz Firdovsin adı verilən küçədənsiz, onu da elə-belə verməmişdilər o küçənin adını, İranlaşdırmaq üçün, farslaşdırmaq üçün, necə ki, Azərbaycan məscidini Fars məscidi kimi təqdim edirlər, İran məscidi kimi, necə ki, burada İranlılar yaşayıb, burada farslar yaşayıb, bu ideologiyanı təbliğ eləmək üçün məhz Azərbaycanların sıx yaşadığı küçələrdən, böyük bir küçə idi, böyük bir məhəllə idi, düzdür, heç nə qalmamışdı, çox az evlər, mən özünüz danışın. Mən çox danışdım. Bəli, Firdovsi küçəsi bu mənim həm doğulduğum, həm də valideynlərim də elə İrəvan şəhərində doğulub və həmin küçədə yaşayırdıq. Çünki mənim babamın, Hacı Abbasəlinin orada mülkü olubdur. Mən sənədin bircə hissəsini saxlaya bilmişəm. O sənədin ki, orada olan o mülk və həmin mülkə 1915-ci ildə ermənilər
bilirsiniz ki, köçürdürdülər ora və həmin o ermənilər orada 1988-ci ilə qədər yaşayıblar. Vergiləri və sığortanı biz vermişik. 88-ci ilə qədər onlar pulsuz oturublar. İstəyəndə də ki, ev boşalanda kimsə hardasa ev alırdı, onu qaytarmalı idilər bizə, amma onu o biri erməni o evi zəbt edirdi və biz heç nə edə bilmirdik. Bəli, bu küçə hələ bu son vaxtlara qədər də hələ dururdu. Düzdür, ermənilər onu Firdus adlandırırdı. Biraz bilirsiniz, küçələrdə elə deyirlər ki, erməniləşdirmə daha çox. İndi Firdusi də özlərinindir də, ya erməni, ya farsına fərqi var, eyni şeydirlər, mahiyyətçi. Həmin o küçəni düzdür, artıq sökməyə başlayanda bir qrup deməli bu arxitektorlardır, memarlar. Bunlar gəliblər ora ki, gəlin buranı sökməyək və burada evlər var, hansılar ki, qədim evlərdir və həmin evlərin burada saxlayaq. Bizdə necə içəri şəhərdir, o vəziyyətdə bir saxlayaq və turistlər üçün bir yer olsun. Amma dövlət razılaşmadı. Çünki niyə? Həmin o evlərin, bax bu kitabı da yazan və sorğunu ermənilərlə aparan Tigran Amiryan olubdur. Və o sorğunu apardıqca burada hər bir ünvanda yaşayan erməni, bu kitab həm erməni dilindədir, həm ingilis dilində. Hər bir erməni deyir ki, bu Türkün evi olubdur. Biz burada Türk yaşayıbdır. Yəni bu çox gözəl bir kitabdır, mən hesab edirəm. Və bu kitab əsasında da bizim elə evimizi də, hətta bizim adımız burada var. Mənim atamın, anamın, mənim özümün burada adımız var. Çünki biz 88-ə qədər orada yaşamışıq və qeydiyyatda olmuşuq. Mən hətta o deyirlər Domovaya kniga. Bax o kitabı da mən gətirmişəm özümlə. Yəni o kitabda da buradadır bizim da adlar. sənədlər. Hə, Domovaya kniganı gətirməmişəm. Mən bunu bu babamın olan sənəddir. Orada Hacı Rızaoğlu Hacı Abbasəliyə. Bu bir hissəsidir o mülkün. Bunu saxlamışam. Özdə biz tam mərkəzdə yaşamışıq. Meydan ki var, Azadlıq meydanı, o sahadın düz arxasında bizim ev olubdur. Və bu kitabda artıq o ermənilər dedikcə burada almayıblar. Yəni bir də mən hələ 88-dən sonra gəlmişəm. Mən bilməmişəm ki, yanımızda yerləşən Coçağanın evi, hansı ki 1915-ci ildə onlar gəliblər Türkiyədən. Həmin bir yenə torpaq sahəsi idi ki, o alınmışdı. Həmin o Coçağı almışdı. Mən bilmirdim ki, o da mənim babamınki olur. Və bu keçən ili YouTube-da onun nəvəsi Anahit Pıxrikyan, burada şəkili var onun və o orada göstərir sənədi. Həmin oradakı narazıdırlar ki, o küçəyə satılsın. Çünki böyük bir bağ idi. Və orada o sənədi qoyur. Erməni dilində mən də oxuyuram və orada yazılıb Hacı Abbasəlidən alınan bu torpaqdır. Siz yadınızdadsa biz hətta bir veriliş hazırlayanda sizin köhnə qonşularınız orada danışdırdılar. Onlar da təsdiqlədi ki, bu Azərbaycanlıların evi olubdur. Hətta xanın evində, xanın mətbəxində indi kimlər yaşayırdı. Xanın orada böyük bir mülkü olubdur və mətbəxində bir adam yaşayır. Nə bilim, Əli xanın, Pənah xanın, Abbasqulu xan İrəvanskinin elə təpə başında həm məscidi olub, həm də evi də olub bir tərəfdə orada. Yəni ki, bu bilirsiniz necədir? Mən həmişə deyirəm, bütövlüklə əgər bunu tək biz demirik, bunu xarici səyyahlar və rəssamlar deyir. Və bunlar əgər deyir ki, orada 80%-dən də artıq Azərbaycanlılar yaşayıb, sonradan ermənilər artıbsa, yəni o torpağın hər bir altında qaçsınlar, yenə də bizim abidə çıxacaq. Elə də olur. Elə həmən dediyiniz Respublika meydanında aparılan qazıntılar zamanı, biz bunu Ermənistan arxivlərindən götürdük bu materialı. Qazıntılar zamanı karvansaralar, evlər çıxdı və dərhal da üstünü basırdılar ki, bizim buna pulumuz yoxdur. Hamam, bəli. Meydanda onu qazdılar və o meydanda deməli seviniblər ki, orada bir abidə görsəndi torpağın altında. Sevinərək bunu amma araşdırıblar içəridə və çıxıbdı ki, bu deməli Zalxan hamamıdır. Zalxan məscidi də ona yaxın olan yerdə olub, Moskva kinoteatr tərəfində. Bəli, və orada Rəssamlar İttifaqında binası var idi. O da Zalxanın evinin bir hissəsini eləmişlər və çox maraqlıdır. Orada tapılan əşyaların birinin üstündə xanın nəslinə aid olan gerb, yəni məşhur İrəvan xanlarının da bayrağında istifadə olunan şir və günəş var idi. Bu nə sənəddir, Ədə xanım?
Bu isə sonuncu siz dediniz buradakı məscidlər idi. Bəli. Göy məscidin düzdür, sökülmüş vəziyyətini mən elə uşaqlıqkən həmişə atam göstərdi və bir axundların adını çəkirdi ki, burada kimlər olubdu. Onların bir balaca ornamentləri hələ dururdu. Çünki örtülü bazarla üzbəüz idi ora. Bəli, bəli. Və sonda məlumatımız artıq biz qaçqın düşəndən sonra farsların çağırılması, onu bərpa etməsi və onu da elə təqdim eləməsi. Hamı da bilir ki, kim o məscidi tikibdir. Bu isə sonuncu məscidlərdən biri Dəmirbulaq məscidi və məscidin sədri Əkbər dayı deyildik biz. Onun oğlanları elə Tariyel deməli bu məscidin sənədini mənə həvalə etdi. Bu 88-ci ildə yandırılan məsciddir, eləmi? Bu 88-də yandırılan məsciddir. Bir dəfə də istəyirdilər dağıtsınlar, amma bilirsiniz ki, orada həmin bir fəhlə çox pis vəziyyətə düşüb, qorxdular bir müddət, amma 88-də artıq yeganə fəaliyyətdə olan məscid o idi İrəvanda, çünki göy məscid işləmirdi, işləməyinə icazə vermirdilər. Bizim şeydir, bu erməni dilində olan sənəddir, hansı ki mıhqid yazılıb, yəni mıhqid məscid deməkdir. Bəli, bu sonuncu. Bu da onun sənədləri. Mən indi Faiq müəllimlə də söhbətləşəcəm. Qafar müəllim, bütün bu faktlarımız ola-ola, reallıqlar ola-ola. İndi bizim hörmətli Faiq müəllim bir abidələr haqqında deyəcəkdir. Biz bunlarla mübarizə apara bilib də hansı haqqımızı bərpa edə bilərikmi? Yoxsa bu da hələlik ümidsiz görünür? Bu beynəlxalq təşkilatlarla mümkün deyil. Başqa bir yol varmı? Şübhəsiz ki, beynəlxalq təşkilatlarla mümkün olmadığı bu illərdə göründü. Yəni gördük ki, beynəlxalq təşkilatlara müraciət elədi. İrəvandan olan, yəni Qərbi Azərbaycandan olan ziyalılar hamısı imzaladı. Azərbaycan ziyalıları göndərdilər. İradə xanımın dediyi o ərazinin sökülməsinə başlayırdılar. Ermənilər ora kont deyildilər. Təpəbaşıya, bəli. Deyildilər, o təpəbaşı tərəf. Yəni müraciət olundu, heç bir reaksiya verilmədi. Hətta cavab da verilmədi. Demək, beynəlxalq təşkilatların buna münasibəti məlum olduğuna görə başqa tədbirlər görmək lazımdır. Başqa tədbirlər deyincə biz Ermənistana indi təsir imkanlarımız, dövlətinə təsir imkanlarımız məhduddur. Yəni bəyanat verə bilərik, tələb eləyə bilərik. Amma həmin abidələrin qorunması ilə bağlı heç bir Ermənistandan reaksiya olmayacaq. Mən bunlara hamısına biraz siyasi olaraq baxıram, Elçin müəllim. Buyurun, çünki Ermənistan, indiki Ermənistana ermənilərin gəlişi 1828-dən sonra, əsasən də 1918-də bizim ərazilərdə ədalətsizcəsinə bu dövlət ortaya çıxandan sonra düz 107 il qabaq ermənilərcə görülən işlərə baxırsan, yəni fəaliyyətlərinə, siyasi qərarlara baxırsan, buradan türk izini itirmək məqsədi ilə qərarlar verilib bilmənalı şəkildə. Çünki bu ərazi onların ərazisi deyil, onlar bunu yaxşı anlayırlar, indi də anlayırlar ki, bu ərazi onlara məxsus ərazi deyil və bu ərazidə ədalətsizcəsinə bir dövlət qurulub. Mən bir verilişdə də demişəm, erməni siyasi düşüncəsində heç vaxt Cənubi Qafqazda bir erməni dövlətini qurmaq planı olmayıb. Yəni 1800-lərdə falan da onlar Türkiyə ərazisində onların dediyi Qərbi Ermənistan deyə bir ərazidə Van mərkəzli bir dövlət qurmaq istəyirdilər. Vəziyyət 1-ci Dünya müharibəsindən sonra dəyişdi. Dəyişəndən sonra köçlər, əhalinin bir yerdən başqa yerə köçürülməsi və İrəvan xanlığının ərazisinə ermənilərin axışı baş verdi. Baş verəndən sonra artıq onların əlində bir dövlət olandan sonra buna başladılar. İlk nədən başlayıblar? Zaven Qorqotyanın bir kitabı var. 1831-1931-ci ildə Ermənistanın əhalisi və orada göstərir, hamısını göstərir ki, bu ərazidə olan
adların hamısı, etimologiyası hamısı türkçədir. Yəni çox nadir hallarda Eçmiədzinin ətrafında ermənilərə aid bəzi adlar var. Qalan adların hamısı bizə aiddir. O adları dəyişdirməyə başlayıblar. 1919-cu ildə qərar verilib ki, İrəvan və onun ətrafında olan ərazilərdə adlar dəyişdirilsin. Çox qəribədir ki, 1991-ci ildə bəzən özünü demokrat kimi göstərən Levon Ter-Petrosyan sərəncam verib və qəribədir ki, 91-ci ildə 91 yaşayış məntəqəsinin adı dəyişdirilib. O cümlədən də bizim Qərbi Azərbaycandakı rayonların adları, yaşayış yerlərinin adları dəyişdirilib. Ona görə mən deyirəm ki, bu siyasi bir məsələdir. Ermənilər bu ərazinin sahibləri olmadıqlarına görə bu adları, bu izləri silməyə çalışırlar və bunun qarşısını almaq üçün yenə də sərt tədbirlər etmək lazım gələcək. Mənə elə gəlir ki, bununla İradə xanım da və ya Jalə xanım da dedi, dəmir yumruq yenə işə düşməlidir. Yoxsa bizim oradakı izimizi tamamilə itirib erməniləşdirməyə çalışacaqlar. Bunun qarşısını nə bilim bizim ziyalılar bəlkə toplaşmalıdır. Bəlkə bir çıxış, bu məsələlər müzakirə edilməlidir və çıxış yolları aranmalıdır. Beynəlxalq təşkilatların da, yəni bəzilərinə indi bizə reaksiya vermirlər, bizim işimizə bizə dəstək vermirlər. Amma onlardan da tələb eləmək lazımdır. Sərt şəkildə tələb etmək lazımdır ki, Qərbi Azərbaycanda Azərbaycan xalqına məxsus, türklərə məxsus izlərin itirilməsinin qarşısı alınsın. Mən belə hesab eləyirəm ki, Qərbi Azərbaycan türklərinin bu torpaqlara, tarixi öz torpaqlarına geri dönüş haqqı tanınmalıdır. Bu haqq tanınandan sonra mənə elə gəlir ki, həmin yəni abidələrin, həmin bizim mirasımızın orada yenidən bərpası və qorunması işini də həyata keçirə bilərik. Çox sağ olun Qafar müəllim. Burada bir mühüm məqamı deyək ki, Qərbi Azərbaycan icması bu illər ərzində yəni mühüm addımlar atdı. İstər beynəlxalq aləmdə, istər beynəlxalq təşkilatlara müraciətlər, bəyanatlar və s. Amma hamısı cavabsız qalır. Sanki dünya ümumiyyətlə maraqlı deyil. Bax, bugün də onların tədbiri var və ona görə də biz onların rəhbərliyi o tədbirdə iştirak elədiyi üçün də, yəni biz bilirdik, onlara da uğurlar arzulayırıq. Amma onların da çağırışlarına, siz demişkin Qafar müəllim, Azərbaycanın qeyri-hökumət təşkilatlarına müraciət oldu ayrıca. Azərbaycan alimlərinin, elm adamlarının, ziyalıların müraciəti oldu ayrıca. Heç birinə cavab olmadı. Mən elə gəlir ki, bu məsələyə bir fərqli yanaşma olmalıdır və fərqli yanaşmanı indi əslində mən xahiş edəcəm bizim hörmətli Faiq müəllim təqdim eləsin. Faiq müəllimin iki mühüm tezisini mən demək istəyirəm. Birinin üzərində indi işləyir, hazırda kitab kimi də çıxacaqdır. Qərbi Azərbaycanda mövcud olan abidələrin görünüşündə, yəni dilində olan türk motivləri. Türk elementləri. Yəni, bu kimindir, sahibi kimdir, o artıq tikintidən, bu barədə danışacaqsınız. Amma Faiq müəllimin çox maraqlı bir çıxışı olmuşdu. Ermənilərin, və mən istəyirəm bunu bir əsas tezisi çevirək, çünki ermənilərə başqa cür mübarizə aparmaq mümkün deyil. Ermənilərin Qafqaz ərazisində, xüsusən də Cənubi Qafqazda ilk tikdiyi abidə 1861-63-cü ilə aid olan Bakıdakı erməni kilsəsidir. Ona qədər ermənilər Qafqazda daşı belə daş üstündə qoymayıblar. Bir, ona görə ki, Qafqazda yerləri yox idi. İki, daşları yox idi. Buyurun, Faiq müəllim. Ümumilikdə götürəndə bu beynəlxalq təşkilatlarda mənim həmkarlarım, həm Jalə xanım, İradə xanım, həm Qafar müəllim söhbət elədilər. Amma mən öz təcrübəmdən sizə bir məsələ deyim ki, mən 2011-ci ildə Strasburqda mədəni irsimizi dağıtdıqlarına görə Qarabağ regionunda Ermənistana qarşı məhkəmə iddiası qaldırdım. Həmin məhkəmə iddiası məhkəmədə qəbul olundu və bu sənədləşdirildi.
və ondan keçən hər 1-2 ildən ta bizim bu qələbəyə qədər, yəni 44 günlük müharibəyə qədər bir məktub göndərirdilər. Siz bu iddianızı davam elətdirmək düşünürsünüz, yoxsa yox? Biz də yazırdıq ki, düşünürük. Elə bax belə yazışa da qaldı. Yəni bilirsiniz, bu dünyaya hüquq dərsi keçən 3-cü dünya ölkələrinə Avropa dilindən, məsələn, hüquqdan dərs keçən, bunların başında duran o məhkəmənin bax belə ikili standartı, yəni bu ikili qərəzi, bax budur, burada var. Söhbət UNESCO-dan gedir. Yəni UNESCO ümumiyyətlə qurama bir təşkilatdır. Yəni mən bunu belə deyim ki, rəsmi qaydada o hansısa məsələn deyək ki, xalqlardan deyək ki, birinin könlünü almaq üçün mədəni irs siyasına o ərazisindən bir abidəni qeyd edir, gəlir qatır. Yəni bizdə də bir neçə abidələrimizi onlar deyək ki, öz mədəni irs siyahlarına qatıbdılar. Amma bu hansı bir faydanı verir ki? Heç bir fayda vermir. Xüsusən də Azərbaycan mədəni irsinin tanıdılmasında və onun deyək ki, təbliğində mən düşünürəm ki, beynəlxalq təşkilatlardan daha çox beynəlxalq ictimaiyyətin rolunu qiymətləndirmək lazımdır. Yəni elmi ictimaiyyət, həm elmi turizm ictimaiyyəti, ümumilikdə ictimaiyyət. Yəni bu ictimaiyyətə hər kəs daxildir. Məsələn, TikTokçulardan tutmuş da Facebooka kimi hər bir yerdə danışırlar. Və orada tərəf yoxdur. Yəni orada sözünü deyə bilirsən. Orada qəbul oluna bilirsən. İkinci bir tərəfdən Ermənistan, yəni indiki Qərbi Azərbaycan ərazilərində biz hamımız bilirik ki, dövlət səviyyəsində bütün toponimlər, yer, yurd adları dəyişdirilib. Və dövlət qərarları ilə, dövlət demək ki, mən biraz üzr istəyirəm Ermənistana dövlət dediyimə görə. Amma elə toponimlər var ki, bugün ermənilərin özləri o toponimlərimizi yaşadırlar. Məsələn, mən sizə deyim, Gorus rayonunun Dığ kəndinə uzağa getməyək. Laçın şəhərindən Dığ kəndinin arası 12 kilometr məsafə var. Dığ kəndinin özündə bir bulaq var, Şor bulaq. Həmin Şor bulağa ermənilər erməni dilində nə isə bir ad qopardıb ora dəyişdirə bilmirlər. Və orada bir abidə var, Dığ kəndindən, deyəm ki, cənub tərəfdədir, dərənin ətəyindədir. Buna deyirlər qara otaq, kare otaq. Ermənilər onu bugün belə adlandırır. Siz çox uzağa getdiniz. Qafanın kəndində bulağın adını niyə deyirsiniz? İrəvanın düz ortasında Gedər çayı vardı, Gedar deyirdilər. Nə deməkdir ermənicə heç kim bilmir, gözlər də bilmir. Zəngi çayına ha çevirdilər Zangu, Zangu görürlər, Zangu ermənicə heç nəyə oxşamır. Axırda Hərazdan elədilər. Biz elə İrəvanın ortasındaca gəzişə görə nə qədər ki, elə güya kont sözü bayaq Qafar müəllim dedi, tərcümə deyirmi təpəbaşı sözünün? Yəni biraz dəyişdirilmiş formasıdır. Ya onlar tərcümə edirdilər, oxşatdıqlarını, oxşada bilmədiklərini erməniləşdirməyə çalışırlar. Onu da eləyə bilməyəndə mütləq Türkiyədəmi, Suriyadamı, Livandamı yaşadıkları bir şəhərin adını, bir kəndin adını gətirib qoyacaqlar. Necə ki, Zeytun var idi, nə bilim, başqa Kilikiya var idi və s. İrəvanın mərkəzində. Yəni bunun özü ondan irəli gəlir ki, məsələn, bu sözlər və deyək ki, mən Dığ kəndini misal çəkdim. Qərbi Azərbaycanın bütün regionlarında, bütün ərazilərində eyni hadisənin rast gəlmək olur. Bu ondan irəli gəlir ki, bu toponim hətta erməni dilinə oturuşub. Yəni bunu çevirə bilmirlər. Ona görə ki, onların beynəlxalq səviyyədə yazdıqları məqalələrdə, yazılarda o deyiliş gedir, o deyiş olubdur. Yəni mənbələr var. Gündə, hətta əsas mənbənin, yəni bunu mütləq deməliyik, bunu ermənilər istəmirlər desinlər, amma İrəvan şəhərinin il dönümünü qeyd edəndə, 2800 illiyini qeyd edəndə, heç olmasa düşünəydilər ki, niyə bu şəhərin adı 30-cu ildə Yerevan oldu? Bu qərar niyə 30-cu ildə çıxdı? Ona qədər niyə Erivan, yaxşı, rus ağzı ilə də, rus deyimi ilə Erivan yazılırdı? Bizim deyil, yaxşı.
Bu Erivan nə deməkdir bu sözün mənası? Niyə ruslar üçün Yerevan yazmaq daha rahat idi? Demək, bu suala cavab versinlər. Mənə elə gəlir ki, bizim yanaşmamız siz düz dediniz. Mən bu fikirlə çox razıyam ki, biz ictimaiyyətin artıq ayağa qaldırmalıyıq. Beynəlxalq təşkilatların heç bir burada rolu olmayacaq. Onlara ümid yoxdur. Və bir blogerin, bir tiktokerin eləyə biləcəyini bəlkə də onlar heç vaxt eləməyəcəklər. Bir rus jurnalist var, Lomaska, əslində Rusiyada da o qədər sevilən deyil, həqiqətləri dediyi üçün. Bu həm də grafist rəssamdır. Yəni yazılarını həm də şəkilləri ilə ifadə edir. Və o İrəvanda olub, təpə başında gəzib, Azərbaycanlar olan ərazidə gəzib. Onun çox maraqlı qeydləri var. Sabah bizim Qərbi Azərbaycan Departamentinin təqdimatında onun qeydləri əsasında bizim xüsusi buraxılışımız olacaq, araşdırmamız olacaq və o qeydlərdə bir mühüm məqam var. Deyir ki, təpə başında yaşayan əhalinin heç birinə bütöv evi düşməyib. Çünki buranın özü yazır, Rusun yazdığıdır. Yerli sakinlər Azərbaycanlıların evləri çox böyük idi. Ermənilər 15-ci ildən sonra köçürüldükdən sonra hissə isə bölünüb. Necə ki, İradə xanım dildə olubdu. Hissə isə bölünüb verilib və onlara kupça dediyimizdə, yəni mülkiyyət sənədi verilməyib. Və yalnız bir neçə il qabaq deyil, bir neçəsi deyir, stullarını götürdü, getdi, otdu Nazirlər Kabinetinin qarşısında, o da elə həmən meydandadır, Respublika meydanında. O stullarını götürüb ora qoyub oturdular ki, bizim sənədlərimizi verin və indi verilməyə başladı. Niyə indi? Niyə indi birdən-birə yadlarına düşüb Səlim Karvansarasının təmiri? Əslində təmir adı ilə həmən Dərələyəzdə, Zəngəzurla Dərələyəzin arasında olan Səlim Karvansarasını tamamilə saxtalaşdırıb Orbelyan adına çıxmaq istəyir. Hələ məlum deyil Orbelyan ermənidir yoxsa yox. O da bir iddianın özündə bir kökündə bir sorun var. Ondan başqa Baba Hacı abidəsinə qarşı hücuma başlayıblar. Onun konkret olaraq erməniləşdirilməsi və ətrafında işlər görünür. Buğakar piri ilə bağlı. Bunlar İslama qədərki Azərbaycan abidələrindən tutmuş və təbii ki, Alban dövrünə aid olan abidələr 320-dən artıq söhbət kilsədən və yaxud da sövmədən və yaxud da ümumiyyətlə mövcud ola bilən abidədən gedir. O 320-dən demək olar ki, böyük əksəriyyətini artıq erməniləşdiriblər kağızda. Amma memarlığına çoxsuna dəyə bilməyiblər. Dəyişə bilmədiklərini isə dağılmağa qoyurlar. Fələyin ümidinə qoyurlar ki, öz-özünə dağılsın. Elə həmin Qıpçaq Vəngin yanındakı məşhur Qərib monastırının dağılmasının səbəbi odur ki, o memarlıq birbaşa Səlcuq memarlığıdır, Türk memarlığıdır. Mən sizin sözünüzə bir əlavə də eləyim ki, deyək ki, Səlcuq adını çəkdiniz. Ermənilərin bu günləri simvol kimi götürdükləri iki başlı qartal, Səlcuqların birbaşa o bayraqlarında onların və yaxud da onların o günəş dairə işarəsini ki, iddia edirlər, gerblərində də digər simvollarında istifadə edirlər, onların ümumiyyətlə özlərinə aidiyyatı yoxdur. Hətta orada nəinki Azərbaycan, yəni əslində böyük türk irsinə qəsd olunur. Təbii ki, başqa millətlərin də irsinə qəsd ediblər, amma burada təkcə bizim İslam irsimizə yox, həm də onlar özlərinin də mənsub olduqları xristian, türk-xristian irsinə böyük qəsd var. Eyni zamanda türk yəhudilərinin, yəni bilirik ki, Xəzərlər dövlətində aydındır ki, yəhudilik dini dövlət dini olubdur və o dövrə olan abidələrə qəsd edilər. Hətta qədim insanların, artıq heç bir dil bilməyən, yalnız işarələrlə danışan, bax o qayaüstü rəsmlərdə gedib erməniləşdirməyə çalışırlar ki, həmən Göyçə ətrafında olan, orada o vaxtda nə əlifba var idi, nə Mesrop Maştuc var idi, nə də ki, erməni dilində danışan var idi, heç bir dildə danışan yoxdur, onu da erməniləşdirirlər. Yəni, hayküyə düşüblər, çünki Qərbi Azərbaycana qayıdış konsepsiyasından çox narahatlar. Jalə xanım, mən istəyirəm mövzumuzun davamı kimi sizin də təkliflərinizi eşidək. İctimaiyyətlə iş bir təklifdir. Bəs parlamentlər arası nə etmək olar? Təşəkkür edirəm. Çox doğru söylənildi. Biz haqqımızı, ədalətimizi döyüş meydanında bərpa etdik, isbat etdik. Torpaqlarımızı geri aldıq. Amma məsələ bununla bitmir. Bugün mənəvi terrorlarını davam etdirirlər. Və əlbəttə ki, Qərbi Azərbaycan faktoru, ideyası Azərbaycan tərəfindən durmadan üzərində işlənilən və inkişaf etdirilən bu konsepsiya əlbəttə ki, qarşı tərəfi və havadarlarını narahat etməyə bilmir. Və bunlar da bir şəkildə, elə biraz əvvəl qeyd etdiyiniz kimi, sizin də, hörmətli həmkarların da abidələri birdən-birə hardan yadlarına düşüb deyirsiniz. Çünki söylədiyiniz kimi təhlükəni hiss eləyirlər. İctimai qınağı hiss etməyə başlayırlar artıq və əlbəttə ki, elə mübarizənin bir yolu da
sadəcə silah və ordu deyil əlbəttə ki, mənəvi mübarizədir, sözlə mübarizədir, söz duelidir və bilirik ki, mədəniyyətin, ədəbiyyatın, ictimai fikrin yaratdığı, deyək ki, düşüncələr əlbəttə ki, çox əhəmiyyətli olur və illərə deyil, əsrlərə istinad edir və illər, əsrlər keçdikdən belə də canlı olaraq qalır. Və Faiq müəllim də söylədiyi kimi, bugün cəmiyyətin daha çox önə çıxması və daha çox sözünü deməsi, cəmiyyətin bütün təbəqələrinin, burada fərqi yoxdur, tarixçi olsun, ədəbiyyatçı olsun, mədəniyyət xadimi olsun. Çünki bugün elə bir əsrdə yaşayırıq ki, texnika, texnologiyalar əsrində yaşayırıq və bugün söylədiyimiz hər hansı bir fikir bütün dünyanın malı ola bilir. Və yetər ki, bu fikirlərimizi davamlı olaraq ixrac edə bilək, bu ideyalarımızı, ideologiyamızı və bütün dünyada da daha çox tərəfdar toplaya bilək. Çünki biz elə bir düşmənlə qarşı-qarşıya olduq ki, illərdən bəri yox, əsrlərdən bəri beynəlmiləçilik havası altında, pərdəsi altında gizlənərək, havadarları ilə birlikdə Azərbaycanı, Azərbaycan mənəviyyatını, tarixini, musiqisini, mətbəxini işğal etdilər. Və arxalarında da bir cəmiyyət toplaya bildilər, çox təəssüflər olsun ki. Milli adlarımızı sadaladıq, milli tarixi abidələrimizin adının dəyişdirilməsini sadaladıq. Bu məkir, amma o adın etimologiyasını bəzi yerlərdə dəyişdirməyə imkan vermədi. Milli mətbəximizin ayrılmaz bir parçası olan Türk mətbəxinin dolmanı çox üzr istəyirəm ifadəyə görə hayasızcasına erməni mətbəxinin nümunəsi kimi dünyaya tanıda bildilər, amma adını dəyişə bilmədilər. Bu sözün, bu ifadənin, bu yeməyin məğzi nəyisə, nəyinəsə doldurmaqdır, dolmaqdır. Dəyişdirə bilmədilər, çünki buna gücləri yetmədi ən azından. Və bugün sadəcə, belə deyək ki, ictimai qınaqla bərabər, sadəcə bu, deməli, deyək ki, üsuldan istifadə edərək nələrsə əldə etməklə bərabər söylədiyiniz kimi parlamentlər arasındakı münasibətlər, Azərbaycanın bugün dünyanın bir çox ölkəsi ilə, 100-dən artıq ölkəsi ilə parlamentlər arası münasibətləri var. Azərbaycan parlamenti dünyanın bir çox beynəlxalq parlamentlərində təmsil olunur. Dostluq qruplarımız var və əlbəttə ki, bu dostluq qrupları da Azərbaycan həqiqətlərini tanıdırlar, tanıtmaqda davam edirlər və bugünün ən böyük, deyək ki, tələbimiz olan mənəviyyatımızın, mənəvi abidələrimizin qorunması və onların sağlam bir şəkildə gələcək nəsillərə ötürülməsi istiqamətində əlbəttə ki, Azərbaycan parlamenti də durmadan iş aparır. Qarşı tərəflə əməkdaşlıq etdiyi parlamentlərlə, o parlamentlərin üzvləri ilə biz davamlı olaraq, deyək ki, öz mənəviyyatımızı, tariximizi, incəsənətimizi bu ölkələrə tanıdırıq parlament səviyyəsində. Və yenə də bir daha qeyd etmək istəyirəm ki, bu məsələ sadəcə dövlət səviyyəsində bir nəfərin aparacağı iş deyil və biz sadəcə... Bu ümummilli məsələdir. Bu ümummilli məsələdir. Bu həm dövlətin, həm parlamentin, həm hökumətin, həm ayrı-ayrı qurumların, ayrı-ayrı qeyri-hökumət təşkilatlarının və nəhayətdə hər bir vətəndaşın, yəni o vətəndaşı olmayan vətəndaş ola bilməz ideyası ilə irəli çıxıb biz həqiqətimizi, haqqımızı bəyan etməkdən çəkinmədən irəliyə doğru getməliyik. Məncə Azərbaycan dövləti kifayət qədər bu məsələdə dəstək verir və xüsusən də mən Azərbaycan Milli Məclisinin tərkibində, yəni təşəbbüs qrupunun, Qərbi Azərbaycanla bağlı təşəbbüs qrupunun yaradılmasını və orada olan deputatların təmsil olunmasını çox ciddi siyasi bir addım hesab edirəm və mən düşünürəm ki, bunun çox böyük faydasını biz görəcəyik, zaman-zaman görəcəyik. Çünki bu Azərbaycan dövlətinin, Azərbaycan qanunvericiliyi orqanında belə bir məsələnin xüsusilə qaldırılması və xüsusi bir işçi qrupunun da yaradılması və fəaliyyətə başlaması çox ciddi məsələlərdən xəbər verir. Eyni zamanda Azərbaycanın bir çox elm
elmi tədqiqat institutlarında, mərkəzlərində Qərbi Azərbaycan artıq ayrıca bir öyrənilən sahəyə çevrilibdir. İndi bunu çatdırmaq məsələsi ki var. Burada hamımız, Jalə xanım demişkən, səfərbər olmalıyıq. Səsimiz çatan yerə səsimizi çatdırmalıyıq. Mən ona görə də İradə xanımdan soruşum ki, dünyada əsas söz sahiblərindən biri də qeyri-hökumət təşkilatlarıdır. Və qeyri-hökumət təşkilatlarının da tədbirləri elə belə olmur, çünki o dərhal da əks-səda yaradır. Bu sahədə nəsə eləmək mümkündürmü? Elçin müəllim, bəli, sual çox gözəldir. Elə Jalə xanım da toxundu bu məsələyə. Mən düşünürəm ki, bugün qeyri-hökumət təşkilatların rolu çox böyükdür bu məsələdə. Çünki bilirsiniz ki, təşkilatlar tək Azərbaycanda deyil və beynəlxalq aləmə çıxa bilirlər. Özləri gördüyü işləri, orada səsini və haqq səsini, deyək ki, kimsə, bax mən indi öz fotoalbomumu deyək ki, dedim və bu fotoalbomda olan şəkillər, hətta erməni rəssamların şəkilləri burada yerləşdirilibdir və orada qədim İrəvan görsənir ki, yalnız məscid şəkili var. Və bu haqq ədalətini biz orada çatdıranda, biz olduq deyək ki, Brüsseldə olduq, Hollandiyada olduq və əgər bugün Holland gəldi, oturdu, qulaq asdı və siz dediniz, onun çatdırma forması da olmalıdır. Əgər biz danışdıq və mən bir canlı şahid kimi, yəni bizim canlı şahidlərdən də bunu istifadə etmək lazımdır. Orada artıq Holland deyəndə ki, o kitabı verin mənə, mən artıq düşündüm ki, biz harasa irəli getdik. Ən azından səsimiz çatdı. Və bu günləri bilirsiniz ki, Dövlət Dəstəyi Agentliyi var qeyri-hökumət təşkilatlarına. Artıq bu mövzu daha çox, əgər keçən il 20 neçə təşkilat layihə udmuşdu, indi artıq 51 təşkilat, deyək ki, agentlikdən və müəyyən... Məhz bu mövzuda. Bəli, Qərbi Azərbaycan mövzusunda və biz də qeyri-hökumət təşkilatları olaraq, düzdür, icma var, icma öz işini görür, amma biz də qıraqda qalmamalıyıq və biz toplanırıq. İndi hər dəfədə toplananda bir-birimizin hansı məsələdə, harada bunu beynəlxalq aləmə çatdırmasının bu müzakirə olunur və inanın ki, əgər biz bunu operativ həmişə keçirsək, vətəndaş cəmiyyəti bu rolunu ictimaiyyətdə dəyişə biləndə əlbəttə ki, bizim sözü deyəcək. Və bu yaxınlarda bilirsiniz, Qlobal Cənub bir böyük forum oldu, bu platforma yarandı, bu qeyri-hökumət təşkilatları platforması. 116 ölkədən bura gəlmişlər, agentlik, Milli Qeyri Forum, elə bizim təşkilatda orada təşkilatçılığı elədi və görün ki, 116 təşkilata biz çatdıra bildik ki, nədir? Və hətta bizim mətbəx kitablarını da biz, Tahirə Braslanova kitablarını da hədiyyə elədik və böyük məmnuniyyətlə senator, Yordaniyanın senatoru gəlmişdi və Milli Məclisdə görüş təşkil olundu, dost xidmətində görüş təşkil olundu və bu məsələlərə də biz orada toxunduq. Sözsüz, mən əslində bunların hamısını çox müsbət dəyərləndirirəm və çox sevinirəm əlbəttə ki, indi biz Qafar müəllimlə də elmi ictimaiyyət məsələsini danışacağıq, elə sizlə də ki, elmi ictimaiyyəti necə cəlb edək. Mənim çox belə qürur verici bir yerimiz oldu ki, Vatikanda Azərbaycan Tarix və Etnologiya İnstitutunun təşəbbüsü ilə Albaniya mövzusunda böyük bir elmi konferans keçirildi. Hər halda Vatikanda belə bir tədbirin keçirilməsi, Albaniya xristianlığı mövzusunun qaldırılması və dürüst qaldırılması, yəni erməni yozumu ilə deyil, gürcü yozumu ilə deyil, məhz bizim real faktların təqdimatı ilə təqdim eləməyimizlə keçirilən konferans özü də bir işarədir ki, biz də elmi cəmiyyəti də, elmi ictimaiyyəti də bura cəlb edə bilərik. İllah da ki, İtalyanların Azərbaycanda arxeologiyaya çox ciddi maraqları var və onların elə tapdıqları Tava-Təpə abidəsi geniş bir ərazini əhatə edir və Qərbi Azərbaycanın, əslində Akstafa ilə Qərbi Azərbaycan arasında bir böyük bir ərazini əhatə edir. Bu da bir açardır. Bütün bu vasitələrdən biz istifadə etməliyik, bu elmi ictimaiyyətin cəlb olunması. Amma sadə bir misal çəkəcəm, məncə buna da ehtiyac var. Bakıya hər il nə qədər turist gəlir. Böyük tədbirlər keçirilir, beynəlxalq tədbirlər keçirilir, bədii tədbirlər keçirilir, idman yarışları keçirilir və s. Heç nə yox. Qərbi Azərbaycanın əsas simvolu olan 5-6 abidənin maqnitini hazırlayıb onlara hədiyyə versək, bir maqnit bir evin soyuducusundan asılacaq, amma yaddaşda qalacaq. O söz, o beyni ilişəcək. İrəvan, tutaq ki, Göy məscid və yaxud da hansısa bizim əmir türbəmiz və yaxud da hansısa Buğakar, fərqi yoxdur. Hansısa bir 5-6 abidəmizi seçək və onuca 5 evdə, 10 evdə, 20 evdə bu asılsa, bu artıq bizim mesajımız olacaq. Tədricən
Biz heç vaxt birdən-birə başlayıb fil boyda iş görməyək də. Gəlin yavaş-yavaş, balaca-balaca işlərimizlə böyük işlərimizin əsasını qoyaq. Mən istəyərdim, Qafar müəllim, bu elmi ictimaiyyət məsələsinə siz də fikir bildirəsiniz. Buyurun, necə başqa cür cəlb eləmək olar? Təbii ki, yəni bir xalq olaraq, bir millət olaraq biz bütün gücümüzlə bu məsələlərə diqqət çəkməliyik. Dünya ictimaiyyətinin diqqətini çəkməliyik. Buna da Azərbaycanın çox böyük potensialı var. Bax, indi burada biz müzakirə edirik. Jalə xanım da, İradə xanım da dedilər ki, bu sahədə görüləcək işlər var və görülür. Yəni bunlar o potensialı ifadə edir. Azərbaycanda erməni məsələsinlə məşğul olan insanlar var, mərkəzlər var. Elmlər Akademiyasında institutların hamısında Qərbi Azərbaycanla bağlı şöbələr yaradıldı. Bunlar hamısı ermənilərin o saxta tarixini bizə sırmaq istədiyi saxta tarixi ifşa eləmək üçün yetərlidir və yaxşı kitablar da, yaxşı əsərlər də yazılır. Bundan razıyam. Amma Qafar müəllim, üzr istəyirəm. Çox üzr istəyirəm Qafar müəllim. Bir çox institutlar həqiqətən də, məsələn, Tarix Etnologiya İnstitutunun bu sahədə işi misilsizdir. Mən çox bəyənirəm onların işlərini və hər kitabı da demək olar ki, gəlib mənə çatır. Özüm də oxuyuram, müəlliflərlə də görüşürəm. Elə bu çərçivədə sizinlə də görüşümüz olmuşdu. Amma mən bayaq veriliş başlayanda dedim ki, bizim Memarlıq və İncəsənət İnstitutu var. Hansı ki, birbaşa oradakı olan mədəni irsimizin araşdırılması ilə məşğul olmadı. Onlar bir nəfər tapıb gətirə bilmədilər. Amma kağızda var belə bir şöbə. Və yox da bayaq söylədim, laboratoriya belə yanaşmayaq da, bu məsələ ona görə ümumilli məsələyə çevirək, hesabat naminə eləməyək. Doğrudur, söhbət peşəkarlıqdan gedir. O adam yəqin ki, peşəkar deyirlər, işlərində elə təsadüfi adamlardır gətirilib qoyulubdur. Amma mən bildiyim Elmlər Akademiyasında həm Ədəbiyyat İnstitutunda, həm Tarix İnstitutunda, həm digər institutlarda bu il çox peşəkarcasına aparılır. Və mən gələndə mütləq Tarix İnstitutuna gedirəm, orada müəyyən söhbətlərimiz olur və bunların, mən onu demək istəyirəm ki, bunların yalnız Azərbaycanda yazılması, çap edilməsi və özümüz deyib, özümüz eşitməməliyik. Bunları dünyaya, yəni başqa dillərə tərcümə eləyib, burada diplomatiya ortaya çıxır. İndi bizim müzakirə elədiyimiz bu məsələ... Mədəniyyət diplomatiyası. Bəli, bizim elə Xarici İşlər Nazirliyinə bağlı qurumlarımız, xarici ölkələrdə səfirliklərimiz, konsulluqlarımız... Eyni zamanda diaspor təşkilatları. Ermənistanda hər hansı bir vandalizm aktı olursa, onu həmin ölkənin diqqətinə çatdırmalıdır. Diplomat öz ölkəsinin maraqlarına xidmət eləməlidir. Mənə elə gəlir ki, diplomatiya da bu işdə çox iş görə bilər, bu məsələdə çox iş görə bilər. Yəni, elm şübhəsiz öncüllük etməlidir bu məsələdə. Elm əsaslarımız dəqiq olmalıdır. Həm də Elçin müəllim, mən burada qeyd etmək istəyirəm. Ermənilərin özlərinin yazdıqları var və o yazdıqların içərisində bizim siyasətimizə, bizim apardığımız bu mübarizəyə dəstək olacaq fikirlər var və əsərlər var. Onlar tərcümə olunmalıdır, yazılmalıdır. Məsələn, tutaq ki, mən türk dilinə tərcümə eləmişəm bir kitab var, bir erməni devrimçinin xatirələri. Terminasiyan, o vaxt Müdafiə Naziri işləyib. Məşhur. Onun kitabında çox böyük etiraflar var, bunu elədik, onu elədik. Zəngibasarla bağlı var, Vedibasarla bağlı var, Zod əməliyyatı ilə bağlı var. Bəli, 1919-cu ildə Azərbaycanlıların Ermənistandan köçürülüb yerinə ermənilərin gətirilməsi komissiyasına rəhbərlik edib və bu işləri etiraf edib. Əsas cinayətkarlardan biridir. Bir var ki, Qafar müəllim, elə sözünüzə qüvvət. Bir də var ki, erməni deyil və bu erməninin
dediyi daha faktoloji bir şey ola bilər. Elə sözünüzə qüvvət dedi bizim hörmətli Faiq müəllim. Qafan şəhərinin muzey direktoru var, tarix muzeyinin direktoru var. Onun çox maraqlı qeydləri var. Həm 18-ci il hadisələri, orada hansı faciələr törədilib və özü yazıb bunu, hətta çıxışında da deyib. Biz onu Qərbi Azərbaycan departamentində verdik. Mən hər birinizə təşəkkür edirəm. Çox sağ olun, çox maraqlı bir söhbətimiz oldu. Amma məsələ təkcə abidələrdə deyil. Çünki maddi abidələrlə yanaşı, maddi olmayan, yaradılan bizim böyük folklorumuz, böyük nümunələrimiz var. Bizim Azərbaycanca toxunan, çünki türklərin bir toxunuş tərzi var ki, onu Türk Bafı heç kim təkrarlaya bilməz. Azərbaycanca toxunan, Azərbaycanca danışan xalçamız var və Bakıda çox möhtəşəm xalça festivalı keçirildi. Qərbi Azərbaycan xalçaçılığı ayrıca bir mövzudur. Bakıda İrəvan teatrı, Qaçqın teatr fəaliyyət göstərir və Ermənistan deyilən ərazidə, özlərinin indi dedikləri ərazidə Azərbaycan teatrı 1882-ci ildə yaranıb. İlk erməni teatrı isə 25-ci ildə, 1925-ci ildə, yəni neçə illər sonra. Bu rəqəm artıq ondan xəbər verir ki, burada Azərbaycanlılar olub ki, onların teatrı olubdur. Amma ermənilərin teatrı Tiflisdə açılmışdı. O da aydındır ki, orada niyə gəlmişdilər. Və ilk abidələri də, bayaq söylənildi, 1863-cü ildə Bakıda təhvil verilmiş erməni kilsəsidir. Bundan başqa heç nələri yoxdur. Biz qaçqın muzeylərimiz var. Bir neçə kənddən Azərbaycanlılar özlərinə məxsus muzeyləri özləri ilə gətiriblər. Bütün bunların hamısı bizim əsas sübutlarımızdır. Və ən əsası, bu sənədlər ki var, mülkiyyət sənədləri. Bu mülkiyyət sənədlərindən əlimizə, qoltuğumuza vurub beynəlxalq məhkəmələrin qapısını qırılana qədər döyməliyik. Səsimiz çatana qədər qışqırmalıyıq. Başqa cür haqqımızı bizə heç kim verməyəcək. Özümüz qaytarmalıyıq. Görüşərik.